70%-a yaxın xidmət göstərən, 70.5% yaxın xidmət göstərən nəqliyyat vasitələrinin taksi xidmətini göstərən nəqliyyat vasitələri ya kreditlədir, ya lizing şərtləri altındadır. Aha. Ya da gündəlik plan şəraiti altında işləyirlər. Gündəlik 50 manat, 60 manat plan şəraiti altında işləyirlər. Taksi sürücüsü həm yanacağın məsrəfini ödəməlidir, həm həmin planı ödəməlidir, həm ailəsinin dolanışacağını təmin etməlidir. Və buna görə də gün ərzindəki Bakı şəraitində baş verən tıxaclar zaman etibarilə həmin vəsaitin qazanılmasına taksi sürücüləri üçün imkan yaratmır. Və buna görə də taksi sürücüsü həm o planı ödəyib gələcəkdə maşına, nəqliyyat vasitəsinə sahib olmaq üçün məcbur olur ki, həmin belə deyək ki, o planı yerinə yetirərək 50 manat, 60 manat onun gündəlik pulunu ödəsin. Təsəvvür edin, məsələn, elə nəqliyyat vasitəsi var ki, onun maya dəyəri 25-26 min manatdır. Tutaq ki, Kobalt və yaxud da ki, BYD-nin maya dəyəri buna bu qədərdir. 36 aylıq kreditlə əgər gündəlik 50 manatla bağlayanda bu təxminən 36 ay müddətinə taksi xidmətini həyata keçirən şəxs o nəqliyyat vasitəsinə 40-41 min manat pul ödəməlidir. Bax, bu 40-41 min manatı həm ödəməlidir, həm ailəsinin dolanışacağını təmin etməlidir. Əgər biz nəzərə alsaq ki, taksi xidmətini həyata keçirən şəxslərin böyük əksəriyyəti az təminatlı insanlardır və nəzərə alsaq ki, onların böyük əksəriyyəti Bakı şəhərində demək, mənzil təminatları tam olaraq yoxdur. Böyük əksəriyyəti icarə müqaviləsi əsasında evlərdə yaşayırlar və bunun həm kirayə pulunun ödənməsi, həm övladının təhsil haqqı və buna görə də məcburdur neynəsin? O tıxaclardan yayınmaq imkanını yalnız günün ikinci hissəsi, gecə hissəsində əldə edirlər və buna görə də bunlar gecə işləməli məcbur olurlar. Bəzən operator şirkətlərin, taksi şirkətlərinin müəyyənləşdirdiyi tariflər həmin o deyək ki, müəyyən məbləğlər demək miqdarındakı xidməti həyata keçirir. O ümumiyyətlə məsafə ilə adekvat deyil. Tutaq ki, hava alanından Bakının bəzi hissələrinə bəzən görürsən ki, operator xidməti yazır 7 manat 60 qəpik. Nəyin əsasında yazır o? Onu o proqram təminatı, kilometrajını, o proqram təminatı. Siz sabıra sayğac qoysaz da onu yazacaq da kilometrajda. Mən dedim axı, amma tariflər ədalətli olmalıdır. Tutaq ki, hava alanından Xətai ərazisinə qədər ən azından o tariflər ədalətli olsa, o zaman taksi sürücüsü öz belə o bölgə ədalətli olmalıdır. Onda öz ailə təminatını, dolanışacaq maddi təminatını nisbətən də olmuş olsa qarşılamalı olacaq.